Mətbuat Şurasında tanınmış jurnalist, tarixçi Mahir Qəribovun 50 illik yubileyi qeyd olunub. Mətbuat Şurasında tanınmış jurnalist, ictimai xadim, illərin təcrübəsi ilə cəmiyyətə həqiqəti çatdırmağı özünə amal seçmiş tədqiqatçı, Azərbaycan televiziya və radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ictimai-siyasi proqramlar studiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun 50 illik yubileyi qeyd olunub. Yubiley tədbirində çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Mahir Qəribov uzun illərdir ölkə mediasında səmərəli fəaliyyəti ilə tanınır. Onun jurnalistikaya verdiyi töhfələr, obyektiv, prinsipial mövqeyi, hazırlayıb ərsəyə gətirdiyi sənədli filmlər, verilişlər vətəndaşlıq qayəsini əks etdirən qiymətli nümunələrdir. Daha sonra tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli bildirib ki, Mahir Qəribovun media sahəsindəki xidmətləri, ictimai və sosial fəaliyyəti təqdirə layiqdir. Onun mətbuatdakı yazıları, hazırladığı filmlər və qələmi hər zaman həqiqətin, ədalətin tərəfində olub. Yazıcı publisist Bəxtiyar Qaraca, Mahir Qəribovu qələmi ilə vicdanı uzlaşan jurnalist, təvazökar, eyni zamanda zamanın axarında doğru istiqaməti görə bilən bir yazar olduğunu vurğulayıb. Şərq qəzetinin baş redaktoru Akif Aşırlı isə Mahir Qəribovun fəaliyyətini insanlıq keyfiyyətlərini yüksək qiymətləndirərək bildirib. O, jurnalistika və tarix sahəsinə öz araşdırmaları və tapıntıları ilə çox dəyərli faktlar gətirib. Hər kəlməsində dürüstlük və mövqeyində cəsarət olub. Filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu Mahir Qəribovun publisistikasında dərin dil və üslub ustalığına, milli mənəvi dəyərlərə sadiqliyinə diqqət çəkib. Tədbirin sonunda Mahir Qəribova Azərbaycan Mətbuat Şurasının fəxri fərmanı, təşəkkürnamə təqdim edilib. O, bu ehtiram və diqqətə görə xüsusi təşəkkür edərək 50 illik həyatda ən böyük qazancının məhz dəyərli dostlar, həmkarlar və onların etimadı olduğunu bildirib. Bu yol asan olmadı. Hər yazımda, hər işimdə vicdan imtahanı verirdim. Vətənə sədaqətlə xidmət imtahanı. Yazdığım sözlər isə xalqımın haqq səsi idi. Mətanət Əliyeva, Sahib Səfərov, TV1.